Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzinin yaradılması haqqında Rəyasət Heyəti qərar qəbul edib. Belə bir mərkəzin Azərbaycanda yaradılması haqqında təklifi ötən ilin noyabr ayında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən və Fizika İnstitutunda qonaq olan Nobel mükafatı laureatı George Smoot verib. O forum keçirilən müddətdə AMEA Fizika İnstitutunun fəaliyyəti, nailiyyətləri və potensialı ilə yaxından tanış olub. Forumun işinin yekunlaşmasından bir müddət sonra AMEA prezidenti akademik Akif Əlizadəyə müraciət edərək Azərbaycanda biofizika və kondensə olunmuş hal fizikasının daha da inkişaf etdirilməsinə dair 5 illik layihənin icra edilməsini təklif edib. George Smoot'un müraciəti və arqumentləri təhlil edilib və ümumilikdə qəbul olunub. Biofizika və Smart Materiallar Mərkəzinin əsas fəaliyyət istiqamətini qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olunması ilə əlaqədar insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsi təşkil edəcək. Mərkəzin 2 mərhələli fəaliyyət planına əsasən yaradılması nəzərdə tutulur. İşçi qrupun funksiyasına layihənin icrasının planlaşdırılması və gerçəkləşdirilməsinin təşkili, o cümlədən zəruri texnoloji iş şəraitinin yaradılması, avadanlıqların alınması, elmi kadrların hazırlanması daxildir. Birinci mərhələnin müddəti 2 ildir. İkinci mərhələdə keçmiş Fotoelektronika İnstitutunun korpusunda zəruri təmir və yenidən qurma işlərinin yekunlaşdırılması, alınmış avadanlıqların quraşdırılması və istifadəyə verilməsi, mərkəzin yeni infrastruktur çərçivəsində tam miqyaslı fəaliyyətinin təmin edilməsi nəzərdə tutulur.